Zehin müxtəlif inanclar formalaşdırır. Məsələn, mən uğurluyam, mən uğursuzam, bacararam, bacarmaram, hansı iş əlimə atsam olar, ya da ki, özümü ifadə edə bilmərəm, cəmaət mənə nə deyər. Bunların hamısı inanclardır. Hər işin başında inanc durur. Bəli, 95-99% arası hər işin başında inanclarımız dayanır. Həyatdakı ən pis şey və ən acınacaqlı vəziyyət insanın probleminin özündən qaynaqlandığını bilməməkdir. Xəstə də, sağlam da, xoşbəxt də, bədbəxt də, bunların hamısının bir dənə problemi var. Balansı itirirlər. Problemin özündən qaynaqlandığını biləndə ən böyük kəşf etmiş olur. Şüuraltımız həyatımızı kontrol edir. Həyatımızın hər sahəsində. Onda qəlbə deyək, uzun sözün qısası. İnanclarınızı pozitiv saxlayın. Çünki inanclarınız düşüncələrinizə dönüşər. Düşüncələriniz sözlərinizə dönüşər. Sözləriniz duyğularınıza dönüşər. Duyğularınız davranışlarınıza dönüşər. Davranışlarınız dəyərlərinizə dönüşər. Dəyərləriniz taleyinizə dönüşər. Xoş gördük hər birinizi. Bu dəfəki qonağım klinik psixoloq, Dünya Yaddaş Olimpiada Federasiyasının üzvü Mirşahin Əlizadədir. Xoş gördük. Xoş gördük. Klinik psixoloq olma filmlərdə gördüyümüz kimi romantikdir, yoxsa daha məsuliyyəti və daha ağırdır? Bilirsiniz, hər işin özünə məxsus bir çətinliyi var. Təbii ki, klinik psixoloq olmağın da özünə məxsus çətinlikləri olur. İndi filmlərdə romantik nöqteyi nəzərdən necə göstərilir psixologiya sənəti, onu mən bilmirəm. Bəlkə siz mənə bəzi nümunələrini göstərə bilərsiniz. Filmlərdə elə göstərirlər ki, yəni psixoloqlar daha romantik, daha qəlbin sarı simlər deyirlər də. Qəlbin sarı simlərinə toxunur, insana bir yumşaldır ki, yəni bir olan hadisəyə adi bir hadisə kimi baxdı. Yəni daha da çox ciddiyə alma. Nə qədər bir məsələni az önəmsəsən, yəni gözündə kiçiltsən, o səni daha tez aşacaqsan. Bəli. Əslində burada belə bir məsələ var. Çox vaxt problem yaşayanda bəzi psixoloqlar və ya ətrafımızdakı dost, tanış, yaxın çevrə bizə deyir ki, get başını başqa şeylərlə qat, idmanla məşğul ol, tamamilə başqa şeyə fokuslan və s. Bu sanki bir növ insanı rahatlatmaq məqsədi daşıyan tövsiyələr olur. Halbuki bunların insanın əsl sağalması ilə və əsl dəyişimi ilə uzaqdan yaxından bir əlaqəsi yoxdur. Çünki bir söz var, deyir, sən heç vaxt problemdən qaça bilməzsən. Problemi ancaq öz ziyanını ertələyə bilərsən. Yəni, insanın problem yaşayanda başını müxtəlif şeylərdən qatması sadəcə olaraq öz ziyanına problemini ertələməkdən ibarətdir. O problem ertələnir və günün birində daha ciddi və böyük bir problem şəklində ortaya çıxır. Hansı ki, zamanında onu həll etsəydi, daha az resurslarını sərf etmiş olacaqdı. Amma indi onu həll etmək üçün daha böyük bir çətinlikdən keçməsi lazımdır. Bu cəhətdən baxanda hər şey romantikaya bağlamaq olmaz. Hər şeyi çox ciddiyyətə də bağlamaq olmaz. Çünki həyat nə romantik, nə skeptik, nə də ciddi bir yerdir. Həyat bunların hamısının balansından ibarət, qarışımından ibarət bir yerdir. Buna adaptasiya olub, dəyişimlə uyğunlaşan insanlar həyatda qalır. Dəyişməyənlər isə, elə olduğu kimi statik qalan, hər mühitdə eyni cür davranmağa çalışan insanlar isə qısa bir zamanda bunlar tarix olurlar. Ümumiyyətlə, dəyişmək deyirsiniz də. Bu çətin prosesdir, ümumiyyətlə, yoxsa müvəqqəti bir problemdən uzaqlaşmaq kimi bir məhfumdur? Bu, baxır dəyişimi hansı çərçivədən görürük. Yəni, dəyişimin çətin olduğuna inanırıqsa, bəli, dəyişim çətin olur. Dəyişimin asan olduğuna inanırıqsa, dəyişim bizim üçün asan olur. Həyatımızın çox böyük bir qismi inanclarımız tərəfindən idarə olunur. Yəni, Henry Fordun bir sözü var, deyir ki, sən bir şeyə inansan da haqlısan, inanmasan da haqlısan. Nəticədə biz dəyişimin çətin olduğuna inanırıqsa, bu bizim reallığımıza çevriləcək. Dəyişim bizim üçün çətin olacaq. Amma dəyişimin asan olduğuna inansaq, dəyişim bizim üçün asan da olacaq. Çünki dəyişmək nədir? Olduğumuz vəziyyətdən başqa bir vəziyyətə keçid almaqdır. Bunun üçün də müxtəlif sonsuz ehtimallar və müxtəlif üsullar mövcuddur. Bunların bəzisi asandır, bəzisi çətindir. İndi təsəvvür edin, mən sizə deyirəm ki, bu kiçik masanı buradan götürüb digər yerə aparmaq lazımdır. Bunu buradan ora aparmağın müxtəlif yolları ola bilər. Bunu sürüyə bilərsiniz, bunu əlinizə qaldıra bilərsiniz, bunu nə ilənsə tutmağa çalışa bilərsiniz, bunu qutunun içinə qoyub oradan ora aparmağa çalışa bilərsiniz. Hər birində bir dəyişiklik yaşanacaq. Yəni, bu buradan keçəcək ora.
Amma bunun olması üçün sizin seçdiyiniz yolların bəzisi asandır, bəzisi çətindir. Onda insan deyərdim ki, problemin həlli üçün yol özü seçir. Bir çox Asan bir hallarda çətin. bəli. İnsan həyatı seçimlərdən ibarətdir. Elə söhbət inancların düşmüşkən, inanc deyil öz. Belə bir sualım var ki, insanın həyatdakı problemləri nə qədər şuuraltı inanclarına bağlıdır? Təxminən 90%-dən çoxu şuuraltı ilə bağlıdır. Çünki gündəlik belə deyək, qərarlarımız, seçimlərimiz, bunların hamısı bizim vərdişlərimizin məhsuludur. Məsələn, bu gün siz burada məndən müsahibə götürürsünüz. Mən bir psixoloq kimi burada çıxış eləyirəm. Bizi izləyən izləyicilər də hərəsi bir sahə ilə məşğuldur. Həyatlarının müəyyən hansı nöqtəsində olurlarsa olsunlar, müəyyən bir yerə gəliblər. Kimisi belə deyək, sağlamdır, kimisi qeyri-sağlamdır, kimisi xoşbəxtdir, kimisi bədbəxtdir, fərqi yoxdur. Bu insanların hər birinin o vəziyyətdə olmasına səbəb olan şey o insanların bu günə qədər həyatlarında etdikləri şeylərdir, davranışlardır. Və bu davranışları avtomatik kontrol edən bir sistem var. Hansı sistem? Bu bizim zehnimizin şuuraltı bölməsidir. Hansı ki, bizim davranışlarımız, seçimlərimizin 90%-dən çoxu, təxminən bir 95%-i həmin bu şuuraltı zehin tərəfindən avtomatik bizim iradəmizin xaricində idarə olunur. Bizim iradəmiz ora müdaxilə edə bilmir. Gücü çatmır. İnsan iradəsini. Gücü çatmır. Çünki iradəli hissə bizim zehnimizin şuurlu bölməsini idarə edən hissədir. Şuuraltı isə şuurdan 1 milyon dəfə daha sürətlə işləyən bir sistemdir. Siz təsəvvür edin, 1 milyon dəfə özünüzdən güclü bir rəqiblə necə mübarizə apara bilərsiniz? Mümkün deyil. Yalnız. Yəni şuuraltı belə bir qüvvəyə malikdir. Və bu şuuraltının da böyük bir qismi insanın 0-6 yaş arası öyrəndiklərindən ibarətdir. Biz bunları inanclar deyirik. Bir dəfə mənimsənilir, bir dəfə bir şey yaşanılır ya da öyrənilir. Zehin müxtəlif inanclar formalaşdırır. Məsələn, mən uğurluyam, mən uğursuzam, bacararam, bacarmaram, hansı işə əlimə atsam olar, ya da ki, özümü ifadə edə bilmərəm, cəmaət mənə nə deyər. Bunların hamısı inanclardır. Və bu inanclar biz fərqində olmadan gündəlik performansımızın 95%-ni avtomatik idarə edir. Nəticədə biz deyə bilərik ki, şuuraltımız həyatımızın 95%-idir və bu da istənilən mövzu ilə bağlı inancları əhatə etdiyinə görə ailə, münasibətlər, karyera, hətta fiziki sağlamlıq. Bu o deməkdir ki, şuuraltımız həyatımızı kontrol edir. Həyatımızın hər sahəsində. Baxın, söhbət düşmüşkən davranışlarda, inancların, insanların davranışlarını görürsünüz də. Sizi təəccübləndirən hansı davranışlar var ki, insanların bu davranışları sizi çox təəccübləndirir? Mən illər öncə bu sahəyə təzə başlayanda məni təəccübləndirən çox şeylər var idi. Misal üçün? Məsələn, insanlar olurdu ki, deyək ki, ona çox böyük yaxşılıqlar olunurdu, amma o onun qarşılığını başqa cür xəyanətlə məsələn qaytarırdı. Və ya öz həyatımda mən bunu yaşadığım olub. Ya da insanlar olurdu ki, onlar heç gözlənilməz şeylər edirdilər. Yəni Nələr misal üçün? çox ciddi, çox travmatik şeylər. Məsələn, öz övladına şiddət göstərənlər və yaxud öz yoldaşı ilə çox şiddətli münasibət quranlar, öz dostları ilə ciddi problem yaşayanlar. Bu insanlar cəmiyyətdə görürdünüz. Bəli, görürdüm və bu həyatın bu müxtəlif üzləri, çünki mənim də öz həqiqətlərim var idi axı. Məsələn, mən nə öyrənmişdim, mən nəyi düşünürdüm? İnsan dar gündə tanınar, dost dar gündə tanınar. Yaxşılığa yaxşılıq hər adamın işidir, yamanlığa yaxşılıq nər adamın işidir, nər kişinin işidir. Bunlar hamısı bizim öz dəyərlərimizdir, inanclarımızdır. Ya da məsələn deyək ki, ailəni qorumaq lazımdır, onu sevmək lazımdır, dosta sadiq olmaq lazımdır. Bu kimi müxtəlif öz reallıqlarımız var. Mənim də belə reallıqlarım vardı. Amma mən bu sahəyə təzə başlayanda, təxminən bir 10 il bundan qabaq, mənim qarşıma müxtəlif problemlərlə insanlar gəlirdilər və mən həmişə deyirəm, mənim həyatdakı ən böyük müəllimlərim mənə təlim keçən, mənə bu sənəti öyrədən müəllimlərim olublar. Təbii ki, onların əməkləri öz yerində. Amma mənim ən böyük müəllimlərim mənim pasientlərim olublar. Mənim tələbələrim və pasientlərim olublar. Pasientdən söz düşmüşkən,
hansı pasiyentinizin hadisəsi sizi daha təəccübləndirir? Yəni bu cəmiyyətdə bir şok effekti yaradır. Yəni görəndə təəccüblənir ki, bu nə effektidir? Bilirsiniz, elə sözü ora gətirirdim ki, illər öncə mən bu sahəyə başlayanda bu şeylər məni təəccübləndirirdi. Amma indi demək olar ki, məni heç nə təəccübləndirmir. Çünki zamanla mən bu şeyləri gördükcə mən bildim ki, həyatda hər cürə insan var və həyatın müxtəlif üzləri var. Hər kəsin özünə məxsus bir həqiqəti var və bu həqiqət çərçivəsində insanlar hərəkət edirlər. Kimisinə doğru olan, kimisi üçün yanlışdır, kimisinə yanlış olan, kimisi üçün doğrudur. Ona görə mən bir şey dərk elədim ki, konkret olaraq həyatda bir qayda-qanun yoxdur. Konkret bir dəyər anlayışı yoxdur. İnsandan insana dəyişən dəyər anlayışı var. Biz bu müxtəlifliyin içində öz dəyərlərimizi qoruyub saxlamalıyıq və onunla hərəkət etməliyik. Lazım gələndə bəzi şeyləri dəyişdirməliyik. Ona görə də indi o zamanlar məni təəccübləndirən şeylər hal-hazırda məni qətiyyən təəccübləndirmir. Məsələn, mən xaricdə işləyən vaxtı da görürdüm. Özəlliklə yəni bu bəlkə də çox çirkin səslənəcək, amma mən bu halların şahidi olurdum. Cinayət psixologiyası ilə ya da öz təcavüz yaxın insanlarına təcavüz, cinsi zorakılıq, fiziki zorakılıq bu kimi hallarla mən qarşılaşırdım. Və bunlar məni çox təəccübləndirirdi. Biraz hətta belə deyim, insanlardan iyrəndirirdi. Gördükləriniz siz insanlar. Gördüklərim və eşitdiklərim. Sualı biraz yayınlanırsınız, amma mən tam səmimi sizdən bir cavab istəyirəm ki, bax gördükləriniz deyirsiniz ki, elə bir hadisələr görürsünüz ki, sizi insanların həm belə iyrəndirirdi, həm yorurdu da. O gördüklərinizin içərisində sizi ən çox təsirləndirən hansı hadisə idi belə? Ən çox təsirləndirən, əslində ola bilər bir neçəsi var. Hal-hazırda tam olaraq ağlıma gəlmir, amma bir hadisəni mən deyə bilərəm. Bir xanım ikinci dəfə ailə həyatı qurmuşdu və ondan da ayrılmışdı. Onun ikinci ailə həyatı qurduğu şəxs onun belə deyək, birinci həyat yoldaşından olan qızına təcavüz etmişdi. Mən bunu görmüşdüm. Bu məni çox təəccübləndirmişdi. İllər öncə olmuşdu, xaricdə, Azərbaycanda yox. Və bu məni təəccübləndirmişdi. Amma ondan sonra ona bənzər şeyləri mən yenidən gördüm. Daha sonra soyuqqanlı qarşıladı. İndi təəccübləndirmir. Söhbət şuuraltı anlayışına düşmüşkən, elə sualı buna vurğulamalısın. Şuuraltı anlayış işidirik də. Bəs bu praktikada necə olur? Praktikada nəyi necə olur? Şuuraltı anlayış. Yəni dəyişimi mi? Bəli, dəyişimi. Bilirsiniz, şuuraltı dəyişimi biraz pafoslu səslənir və diqqət çəkən görünür. Ona görə də insanlar bunu bu şəkildə adlandırmağı çox seçirlər. Amma belə bir reallıq var ki, bir beyin anlayışı var, bir də zehin anlayışı var. Beyin bir orqandır, bir ət parçasıdır. Zehin isə görünməyən bir şeydir. Yəni iki hissəsi var, şuurlu hissəsi var, şuuraltı hissəsi var və s. Zehin böyük bir qismi şuuraltıdır bəli. Bu şuuraltının yeri tam olaraq bədəndə hardadır, harda yerləşir, belə bir şey məlum deyil. Şuurun harda yerləşdiyi məlumdur. Bilinən verilənlər, məlumatlara görə prefrontal korteks dediyimiz beynin ön hissəsində yerləşir. Şuuraltının isə tam dəqiq bir yeri bilinmir, çünki şuuraltı çox geniş şeyi əhatə edir. Praktikada bunun dəyişimi, yəni söz mənası ilə baxdığımızda mümkün deyil. Amma nə mənada mümkün deyil deyirəm. Yəni bu beyni alıb, çıxardıb yerinə başqa bir şey qoymaq ya da çox belə deyək, gözəl səslənir, bəlkə də maraqlı səslənir. Bəzən insanlar bunu istifadə edirlər. Şuuraltını təmizləmək, şuuraltını dəyişmək. Mən bu ifadələrlə razı deyiləm. Ona görə ki, şuuraltımızda bizi dəstəkləyən şeylər də var. Elə onun hamısı neqativ deyil ki. Və ya şuuraltını təmizləmək belə bir mənaya gəlir ki, deməli, ora çirkli bir yerdə onu təmizləmək lazımdır. Çirkli şey təmizləyirlər. Təmizləyirlər, təbii ki. Nəyi təmizləyirlər? Çirkli şey təmizləyirlər. Deməli, mənim şuuraltım çirklidir. Xeyr, elə bir şey yoxdur. Orada bizə fayda verən, xeyir verən gör nə qədər şeylər var. Məsələn, biz yeriyirik, biz maşın sürürük, biz yemək yeyirik, biz paltar geyinirik,
Bir zamanlar bunları etmək üçün düşünərdik körpü olan vaxtı, düzdürmü? Əlbəttə. Ayaq üstə dayanmaq barəsində, gəzmək barəsində, amma indi bunların hamısını avtomatik idarə edirik və bunu edən hansıdır? Şuuraltıdır. Deməli, orada bizi dəstəkləyən şeylər də var axı. Ora elə çirkli bir yer deyil. Və o dəyişilməz bir yerdir. Şuuraltı ilə bağlı ifadə oluna biləcək ən gözəl ifadə cümlə onun yenidən proqramlanmasıdır. Mən bunu seçərdim. Çünki bu eynən bir kompüteri yenidən proqramlamaq kimidir. Yəni inanmış olduğu inancları, o şuuraltı proqramlar bizim inanclarımızdır. O inanclar bizi dəstəkləyən və bizə fayda verəcək inanclarla dəyişdirilə bilər. Doğru ifadə budur. Bu net sualdır. Şuuraltını dəyişmək olur, yoxsa bir motivasiya mifidir bu? Şuuraltını yenidən proqramlamaq olur. 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 Bəli. Yəni bu motivasiya mifi deyil. Xeyr, motivasiya mifi deyil. Çünki şuuraltı inanclarımız dəyişilə bilər. Məsələn, bir nümunəsini verim sizə. Siz deyək ki, bir nümunə olsun. İnsanlara çox güvənən birisiniz. Bir gün çox güvəndiyiniz bir insan sizə bir pislik eləyir və siz birdən-birə insanlara güvənməyən birisi olmağa başlayırsınız. Hamıdan qaçırsınız. Nə dəyişir həyatınızda? Yəni sizin şuuraltınızda bir inanc var idi ki, insanlara güvənmək olar. Bu adama güvənmək olar. Amma siz bir hadisə yaşayırsınız, bunun nəticəsində zehniniz bir dərs çıxardır. Və siz fərqində olmadan özünü hər zaman qoruya bilməsi üçün bir inanc formalaşdırır. İnsanlara güvənmək olmaz. Bu şuuraltını dəyişir. Bəli, yəni burada nə baş verdi? Sizin əvvəlki inancınızın yerinə yeni bir inanc qazandınız. İnsanlara güvənmək olmaz və bu inanc sistemi çox maraqlı bir sistemdir. Bunlar 0-1 şəklində işləyir. Yəni ya var, ya da yoxdur. Bunun birazı, azı-mazı olmur. Yəni ya insanlara güvənərsiniz, ya insanlara güvənməzsiniz. Bunun ortası olmur. Bəzən insan elə hiss edir ki, beyin onun əleyhinə işləyir. Bəli. Elə məqamlar olur. Niyə insan elə düşünür ki, beyin onun əleyhinə işləyir? Beyin insanın əleyhinə işləməz, zehin insanın əleyhinə işləyər. Nə üçün işləyər? Çünki biz doğru bildiyimiz bir çox məhdudlaşdırıcı inanclarla proqramlanmışıq. Həyatınız əgər bir ayağınız qaz pedalında, bir digər ayağınız da əyləc pedalında avtomobil sürməyə bənzəyirsə, biraz gedib dayanırsınızsa, sonra yenidən gedib dayanırsınızsa, həyat bu cürdürsə, bu onu göstərir ki, sizin zehninizdə sizi dəstəkləməyən, sizə əngəl olan inanclarınız var. Bunlar bəzən insanı sabote edə bilirlər. Çox ciddi şəkildə bloklaya bilirlər. Bəli, bu inanclar insanları bloklaya bilir. Məsələn, hansı işə əlimi atsam olmayacaq. Elə bir tez-tez inanclar olur ki, bəli. Ya da mən özgüvənsiz bir insanam, mən uğursuz bir insanam. Bunlar hamısı inancdır. Bu inanc təbii ki, uğursuz olduğuna inanırsa bir insan, bu şəxs hansı işə girişsə, o işdən ya qaçacaq, ya da onunla başlayacaq bir döyüş meydanı halına gətirib orada çox ciddi mübarizə aparmağa, əlavə stresslər yaratmağa. Və nəticə etibarilə zehin neynədir? Bu inanc onun həyatında bloklar əmələ gətirdi. Bu inanc onun həyatının əleyhinə işlədi. Lehinə deyil. Əleyhinə işləyir. Bəli, əleyhinə işləyə bilər. Məhdudlaşdırıcı inanclar insanın əleyhinə işləyə bilər və mənim həmişə ifadə etdiyim bir cümlə var. Sual olunur ki, bəs beyin bu qədər ağıllıdırsa, nəyə görə insanın əleyhinə işləyir? Nəyə görə işləyir? Çünki zehnin bir məqsədi var. İnsanı həyatda saxlamaq və güvəndə tutmaq. Fikir verin, bir körpə dünyaya gəlir, bunun baxmalıdır, qayğıya ehtiyacı var kimsə, buna qayğı göstərməlidir. Daha sonra bu qayğı göstərildikdən sonra bu həyatda qala bilməsi üçün sahib olduqlarını qoruyub saxlamalıdır. Özünü dərk edir bir insan. Böyüyür, boya-başa çatır, evi olur, nə bilim, maddi gəliri olur, ailəsi olur, müəyyən şeylərə sahib olur və bu sahib olduqlarını qorumalıdır. Düzdürmü? Təhlükəsizlik ehtiyacı yaranır. Bütün canlıların təməldə bir prinsipi var. Yaşa, həyatda qal və özünü qoru. Nə eləyirsən elə, özünü güvəndə tut və özünü qoru. Nəticədə biz keçmişimizdə o qədər neqativ şeylər yaşayırıq ki, bu yaşadığımız şeylər bizdə bir komfort zona yaradır. Məsələn, davamlı şiddət içərisində yaşamış, davamlı maddi problemlər içində yaşamış, davamlı çox kiçik bir əmək haqqı ilə güc bəla ilə belə deyək, ayı başa vurmağa çalışan bir insana bir gün iş təklifi olunur ki, sən gəl filan vəzifəyə biz səni qoyaq, filan işə təyin eləyək, sənin maddi gəlirlərin artar. Amma fikir verirsiniz, həmin adam yerindən tərpənə bilmir o
lehinə bir qərar verilib ona. Ona fayda verəcək Fayda bir şey var. Amma bir türlü insan ona zərər verən şeydən qurtula bilmir. O zərər verən həyat tərzindən çıxa bilmir. Ya da insanlar olur, zərərli vərdişləri olur. Aha, təbii ki olur. Siqaret çəkirlər, içki içirlər və s. Siqaret çəkən insanlar güya siqaretin ziyan olduğunu bilmirlər. Bilirlər. Hamısı demək olar ki, bilir. Çox nadir siqaretin hallarda olar üzərində ki, də üstündə də yazılır ki, bunu çəkmək sənə ziyandır. Bəs nəyə görə ziyan olduğunu bilə-bilə ondan çıxmır? Nəyə görə? Çünki axı biz dedik, bunu dərk edən bizim şuurlu zehnimizdir. Amma bizi avtomatik kontrol edən bizim şuuraltı zehnimizdir. Şuuraltı zehninin də məqsədi nədir? Bizi güvəndə saxlamaqdır. O adamın o yaşadığı çətinliklərin, problemlərin, belə deyək, bəlaların, müsibətlərin içində ən azı bilir ki, bu ona tanış bir problemdir. Ən azından o bilir ki, o kiçik əmək haqqı ilə, güc-bəla ilə, borc xərclə, min bir əziyyətlə ayı başa vura bilir, amma ən azından ayı başa vura bilir. Həyatda qala bilir. Ona təklif olunan bu yerdə onun başına nə gələcək, nə kimi çətinliklər olacaq, bunun öhdəsindən gələ biləcəkmi, gələ bilməyəcəkmi? Bu bir müəmmadır. Və insan beyni müəmmadan həmişə qaçar, bilinməyəndən qaçar. Bilə-bilə ki, bunu eləmək ona ziyandır, orada bir fürsət var, fayda var. O fürsət və faydanı tanımadığı üçün, onun güvənlimi yoxsa güvənli deyilmi olduğunu tam olaraq əmin olmadığı üçün, ona görə buradakı problemin içində qalmağı tərcih edər. Çünki bu, onun tanıdığı bir problemdir. O tanımadığı problemdir. Gözəl bu. Ona görə insanlar, cəmiyyətdə də bəzən insanlar bir söz vardır. Qohumla iş görənlərdə adətən bu istifadə olunur. Bir söz var. Ətini yesəm də sümüyünü atmaram. Ətini yesəm də sümüyünü atmaram. Əslində ona ciddi bir ziyan verir bu adam. Sadəcə olaraq bilir də özününkidir. Yəni ən azından bir problem yaşadığı zaman onun öhdəsindən necə gələcəyini bilir. Özgəsi ilə necə başa çıxa biləcəyini bilmir. Ona görə də ətini yesəm də sümüyünü atmaramı seçir. O birini seçmir. Yenə gəlib çıxır. Yenə gəlib çıxır, yansaraq özünü güvəndə tutmağı. Burada belə bir sual yazmışam. O sizin metodunuz da onu oxumağa. Psyche. Psyche də okey. Psyche metodunu digər metodlardan fərqləndirən nələrdir? Mən bir çox metod görmüşəm. Mən bu sənətə başlamışam. Ümumiyyətlə şəxsi inkişafla, psixologiya ilə mənim tanışlığım gedib çıxır 2014-cü ildə. Müəllimlik fəaliyyətim başlayıb 2016-cı ildən. 2021-ci ildə isə bu metodu öyrənmişəm. O zamana qədər təbii ki, bu sənətə gələn insanların hamısı özləri müəyyən çətinliklər, problemlər görürlər və bunun öhdəsindən gəlmək üçün müəyyən alternativ üsullar axtarırlar və həyat bir şəkildə bizi gətirir, buralara çıxardır. Həqiqətən ciddi, belə deyək, bu işlə məşğul olan insanlar bu dəsti xəttdə, yəni bu yolu tutmuş insanlardır. İndi bəziləri var, asan qazanc əldə eləmə düşüncələri ilə, xəyalları ilə bəlkə də bu yollara girməyə çalışa bilərlər. Bunları istisnadır. Söhbət bunlardan getmir. Mən də öz həyatımdakı müəyyən çətinliklərin öhdəsindən necə gələcəyim barəsində düşünə-düşünə bir yerlərə gəlmişdim. Çoxlu saysız təlimlər almışdım, metodlar öyrənmişdim, amma bunların heç biri mənə tam şəkildə fayda vermirdi. Sonra bir gün mən Psyche ilə tanış oldum. Türkiyədə getdim, Marmaris şəhərində bunun təlimini aldım. Dünyaca məşhur bir metod idi. Doktor Bruce Lipton'un İnancın Biyologiyası əsərində də danışırdı bu üsuldan. Mən bunu öyrəndikdən sonra həyatımda ən ciddi dəyişiklikləri nədə seyr etdim? Sən demə, dəyişmək çətin deyilmiş, asanmış. Biz o zamana qədər öyrəndiklərimiz bizə deyirdi ki, dəyişmək çox çətin bir prosesdir. Sənin dəyişməyin üçün gərək nə qədər böyük çətinlik yaşamısansa, bir o qədər də çətinlik yaşamalısan ki, həmin vəziyyətdən çıxasan. Mən bunun bir mif olduğunu öyrəndim. Ondan savayı Psyche və ən önəmli, ən gözəl cəhətini mən deyəcəm sizə, Psyche mənə öz gücümü geri qazandırdı. Çünki o vaxta qədər biz bir xilaskar axtarırdıq. Birisi yaxşı bir terapevt olsun, yaxşı bir mütəxəssis olsun, məni xilas eləsin, məni vəziyyətdən çıxartsın və s. Halbuki Psyche mənə öyrətdi ki, ən böyük şəfa insanın öz daxilindədir. Xarici bir yerdə deyil. Və bizim o sənətdəki müəllimlərimizdən birinin, Marta Vargas'ın bir sözü var idi. Ona çox sevdiyim bir sözdür. Deyir ki, bunu Michelangelo'nun
yaratdığı həmin o mükəmməl David heykəli ilə əlaqələndirmişdi. Michelangelo'dan soruşublar ki, sən o mərməri yonub o David əsərini necə belə yaratdın? O möhtəşəm əsəri necə ərsəyə gətirdin? O mərmərdən onu necə yaratdın? Michelangelo deyir ki, mən mərmərdən Davidi yaratmadım. Tanrı zaten Davidi o mərmərin içində yaratmışdı. Təbiət zaten Davidi o mərmərin içinə qoymuşdu. Mən sadəcə mərmərdən David olmayan hissələri çıxartdım. Bu fəlsəfəni mənə öyrətdi Sayke ki, biz əslində mükəmməl bir şəkildə dünyaya gəlirik. İnsan dünyaya gələndə bu məhdudlaşdırıcı inancların heç biri olmur. Bacarmaram, edəmmərəm, məndə alınmaz, münasibətlərim uğursuzdur, insanlara güvənmək olmaz, nə bilim, milyon dənə inanclar var. Qorxular məsələn, bunların heç biri ilə dünyaya gəlmir insan. İnsan bunları sonradan öyrənir. Və bunlar sonradan öyrənildiyi kimi sonradan dəyişilə bilər və bunları dəyişdirmək gücü insanın öz daxilindədir. Qıraqda bir yerdə deyil, bir mütəxəssisdə deyil, bir uzmanda deyil. Bunu öyrətdi Sayke mənə. Ən çətin dəyişim insanda, qorxuların içərisində görürsüz də, müraciətlər olur pasientlərdə. Ən çətin dəyişən qorxu hansı qorxudur? Ən çətin dəyişən qorxu yoxdur, ən çətin dəyişən insan var. Ən çətin dəyişən qorxu deyə bir şey yoxdur. Qorxunun dəyişilməsi asan bir şeydir. Ən çox məsəl üçün elə insan var ki, biri qaranlıqdan qorxur, biri ilandan qorxur, biri Bu konkret belə bir şey yoxdur ki, hansı qorxu daha tez aradan qaldırılır. Qorxunun strukturu bəllidir. Biz bir şey yaşayırıq, yaşadığımız şeyin nəticəsində zehin bir şeyə inanır. Məsələn, deyək ki, siz bir gün səhər evdən çıxanda 15-20 dənə it sizə hücum eləyir və sizi qapır. Və siz birdən-birə itlərin təhlükəli olduğuna zehniniz buna proqramlayır özünü. Nə vaxt siz çölə çıxsaz, it görəndə qorxacaqsınız. Və yaxud gözünüz it başlayacaq axtarmağa. Çünki onu təhlükə olaraq kodlayıb artıq. Çətin dəyişən qorxu, çətin dəyişən problem yoxdur. Çətin dəyişən insan vardır. Hər şey insanın özünün o dəyişimi istəyindən və nə qədər müqavimət göstərməyindən asılı olan bir şeydir. Siz deyirsiniz ki, gücünüz qayıtdı da, yenidən gücünüz formalaşdı. Deyə bilərik, gücünüz formalaşdı. İnsanlarda başqa hansı dəyişikliklər olur? Baxın, Sayke nədir? Sayke bizim şuur altımızdakı inancların yenidən proqramlanmasıdır. Və nəticədə bu həyatımızın hər sahəsini əhatə etdiyi üçün hər sahəsində bu istifadə oluna bilər. Münasibətlər, karyera, uğurlu olma, uğursuz olma, maddi problemlər, çətinliklər və s. hər sahədə. O qədər çox nümunəsi var ki, məsələn, mən gündə hər gün saysız hesabsız mesajlar alıram. Seans elədiyimiz partnyorlardan gələn mesajlardır, təşəkkür mesajlardır, dəyişim sonrası təcrübə etdiyi şeylər nələrdir. Bunlar məsələn çox sevindirici bir haldır. Məsələn, bəzi nümunələrini deyə bilərəm. Misal üçün. Bir iş adamıdır, böyük konfranslara qatılır, amma orada çıxıb səhnədə özünü təqdim eləməkdən çəkinir. Böyük bir çətinlik yaşayır və ya rəhbər heyət qarşısında onun tər basır və yaxud özünü kontrol eləyə bilmir, qorxur və s. Məsələn, bu insan seansdan sonra bir seansın nəticəsində çox ciddi bir dəyişim əldə edir və artıq bu problemlər onun həyatında olmur. Və ya başqa birisi olur ki, bir türlü borcdan, xərcdən qurtula bilmir, gəlirlərini düzgün idarə edə bilmir. Bu insan həmin seansdan sonra bunu daha düzənli bir şəkildə idarə eləməyə başlayır. Bu həyatında belə bir problem yaşanırdı, bundan qurtulur. Münasibətlərində davamlı toksik insanları həyatına çəkirdi, amma seansdan sonra artıq bir ildən sonra deyək ki, indi seans dərhal nəticəsini göstərir, ona söz yox, dərhal ya da zaman içində. Bir də görürsən, bir neçə aydan sonra ya da bir ildən sonra bir mesaj atır ki, bəy kürsüsündə ya da gəlin kürsüsündə oturub deyir ki, bugün mənim toy günümdür. Evlənməyə görə hətta müraciət edirlər, belə başa düşürəm ki. Evlənməyə görə deyəndə Yəni ki, ailə həyatı qurmaq üçün, yəni o da ola bilər. Əlbəttə ki, məsələn, adam deyək ki, ailə həyatı qurmaq üçün partnyor seçimində çətinlik çəkir ya da həyatına aldığı insanlar hamısı bunun başına oyun açır. Bu da bir insanın özündən qaynaqlanan problemdir də. Belə problemlər müraciət olur. Olur, hər cürə problem müraciət olur. Hər cürə A-dan Z-yə. Maraqlı sözünüz. Ağlımıza gələ biləcək, gələ bilməyəcək hər cürə problem ilə bağlı müraciət edilir. Bilirsiniz, insan həyatda problemin özündən qaynaqlandığını biləndə ən böyük kəşf etmiş olur. Bir söz var, tanınmış yazarlardan birinin sözüdür. Deyir, həyatdakı ən pis şey və ən acınacaqlı vəziyyət insanın probleminin özündən qaynaqlandığını bilməməkdir.
İnsan problemin özündən qaynaqlandığını bilməməyə ən yazıq, ən acınacaqlı vəziyyətdir. Çünki bu adam heç bir zaman sağalmayacaq. Elə problemi gedəcək orada burada həll eləməyə çalışacaq, həll eləyə də bilməyəcək. İnsanda ən böyük problem budur ki, yaşadığı hadisədə problemi və günahı öz üzərində deyil, qarşı tərəfdə axtarır. Bəli. Bax, bunun üçün nə etməlidir insan? Yəni problemi özü dərk etmək üçün. Yəni bu günah mənimdir. Günahı dərk edib düzəldim və günahı qarşı tərəfin üzərinə ataraq sanki bir hadisədən sıyrılmış kimi düşünür. Bilirsiniz, bu həyatın gedişatında dəyişimin müxtəlif addımları olur. İnsan çətinlik yaşayanda birinci şoka düşür. Sonra başlayır sorğulamağa. Bu niyə mənim başıma gəldi? Sonra başlayır günahlandırmağa. Başqalarını, sonra başlayır özünü günahlandırmağa. Özünü günahlandıranda düşür depressiyaya, özünə qapanır. Bir müddətdən sonra olub bitəni qəbullanır. Sonra başlayır onunla mübarizə aparmağa. Sonra o barədə ustalaşır. Ən sonunda da dəyişir. İnsanlar iki qrupa bölünür. Problemi özündə axtaranlar, probleminə görə başqalarını günahlandıranlar. Özündə axtaranlar da öz içində iki qrupa bölünür. Özündə problemi tapıb, özünü elə günahlandıra durub, o vəziyyətə daha da pisə aparanlar, problemin özündə olan tərəfini tapıb, onu dəyişməyə çalışanlar. Onlarda bir ovuc insan olur, onlardakı dəyişən insan da olur zaten. Yəni həyat zaten insanı dəyişdirir. Bir çətinlik varsa dəyişdirir. Ya xoşa-xoşluqla dəyişir insan, ya da döyə-döyə dəyişilir. Hər bir halda dəyişir. İnsanı dəyişdirən iki nüans var. Məcburiyyət və ehtiyac. Ümumiyyətlə belə bir düşüncə var ki, insanda hansı duyğu bastırılırsa, ona həvəs daha çox artırılır. Misal üçün, uşağa deyirsiniz ki, uşaq vaxtında siqaret çəkmək o sənə ziyandır. Sanki uşaq elə bil o beynində düşünür. Bir müəyyən yaşa çatandan sonra axı ona olmaz dediyin şeydir də, buna maraqlı gəlir də. O həqiqətənmi ki, bastırılan duyğu insanın içində daha çox həvəs yaradır? Bunun bir həqiqət payı var. Bir də belə bir məsələ var ki, insan beyni inkarı qəbul etmir. Maməni qəbul etmir. İndi mən sizə deyirəm ki, qırmızı maşın haqqında düşünməyin. Düşündünüzmü? Gözünüzün qabağına avtomatik gələcək. Və yaxud sarı traktor haqqında düşünməyin. O da keçdi. Armud haqqında fikirləşməyin. Bayaqlar kənar o da keçdi. Və yaxud cümləni əvvəla fikirləşməyin alma haqqında, qırmızı alma haqqında. Yenə gələcək. Yəni beyin maməni qəbul etmir, inkarı qəbul etmir. Bu bir. İkincisi, ona görə də dedilər ki, həyatdan nə istədiyidir, nə istəmədiyi yox. Çıxaq küçəyə sorğu keçirək ki, həyatdan nə istəyirsiniz? İnsanların çoxu nə istədiyini yox, nə istəmədiyini deyəcəklər. Xəstəlik olmasın, nə bilim, dedikodu olmasın, problemlər olmasın, pulsuzluq olmasın, nə bilim, o olmasın, bu olmasın. Nə olmağını istəyən adam demək olar yoxdur. Çox az səviyyədədir. Psixologiyada səhv və ya düz yoxdur. Psixologiyada faydalı və faydasız vardır. Nə bizə fayda verir, nə bizə ziyan verir. Çünki mənim elə bir inancım ola bilər ki, o mənə faydalıdır, amma o sizə ziyan ola bilər. Siz onu öz həyatınıza istifadə edəsəniz. Ona görə də konkret olaraq psixolojik cəhətdən siz nə dediniz? Nə doğrudur, nə yanlışdır? Doğrusu, yanlışı yoxdur, səhvi, düzü yoxdur. Faydalısı və faydasızı var. İnsan baxmalıdır ki, nə ona fayda verir, nə ona ziyan verir. Amma mən deyəcək olsaydım ki, nə faydalıdır, nə faydasızdır, bəli, söhbətimizin də əvvəlində dediyimiz kimi, insanın problemləri yüzündən başqalarını günahlandırması yanlışdır. Onda gəl belə biraz sual, laf da dərinləşdirək. İnsanların etdikləri ən çox psixoloji səhvlər. Siz görürsünüz də, insanlar sizə müraciət edir. Gün ərzində deyəlim ki, yüzlərdən çox mesaj alırsınız. Etdikləri ən böyük psixoloji səhvlər. Yəni o edib özünə daha çox psixoloji durma salır. Mən deyərdim ki, bunun başında gəlir insanın özünü təcrid etməsi, izolyasiya etməsi. Yəni problem yaşayır və bu problemin həlli üçün ya professional dəstək almır, ya kimdənsə bunu bölüşmür, içində saxlayır. Çünki bir çox insan problemin həll ola biləcəyinə belə inanmır. Fikirləşir ki, bu mənim talihimdir və qismətimdir. İnsanların, mən deyərdim ki, bu mənim şəxsi fikrimdir və bu sənətdə gördüyüm, təcrübələrimdən gördüyüm şey odur ki, insanlardan böyük səhvi başına gələn şeylərin talih olduğunu zənn etmələrdir. Onun sözü də belə çıxır ki, uzun sözün qısası, elə podkastın adı kimi,
insan başına gələn prosesdə problemləri gələ bölüşsün. Bölüşsün və insan başına gələn problemləri taleh və qismət adlandırmasın. Özünü motivasiya kənardan asan görünür, deyimi də asandır, amma deyərdim ki, ən çətini insanın özünü motivasiya etməsi. Niyə bu qədər çətindir? Bilirsiniz, motivasiya əslində çox da ciddiyə alına biləcək yaxşı bir şey deyil. Yəni motivasiya anlıq bir şeydir. Alov kimi düşünün. Tez alışır, tez də sönür. Bizə motivasiya lazım deyil. Bir insanın köklü şəkildə əsl dəyişimi motivasiyadan doğmur. Şuurlu hədəfləri ilə şuur altındakı vərdişlərinin tarazlaşdırılmasından irəli gəlir. Əsl dəyişim və davamlı dəyişimin sirri bundadır. Və bunun insan özünə nəyə üçün eləyə bilmir? İnsan nəyə görə öz problemlərini həll eləyə bilmir? Bunun üzərində psixoloqlar çox ciddi bir elmi araşdırma aparıblar və bunun psixologiyada bir adı da var. Buna Süleyman paradoksu deyilir. Bu vəziyyətə. Süleyman nə? Süleyman paradoksu. Süleyman paradoksu. Bəli. Niyə Süleyman paradoksu? Çünki ona görə ki, bu Tövratda adı keçən Kral Süleymanın adından götürülüb. Həzrət Süleymanın adından götürülüb. İndi izah eləyərəm nə üçün elədir. Fikir verirsiniz, insanlar başqalarına öz sahələri ilə bağlı məsləhət verir, amma eyni şeyi özünə eləyənməzdir. Bir söz vardır, keçəlin dərmanı olsa öz başına yaxar. Dərmanı var, öz başına yaxanmır. Başqasının başına yaxa bilir. İynə kimi aləmi bəzər özü lütfəsə. Nəyə görə bunu eləyənmir? Çünki bu sualla yola çıxaraq uzun illər öncə bir elmi araşdırma aparılır psixoloqlar tərəfindən. Baxıb görürlər ki, müxtəlif cəmiyyətin müxtəlif sosial təbəqələrindən olan insanlardır. Həkimlərdir, nə bilim vəkillərdir, dövlət adamlarıdır ya da nə bilim biznesmenlərdir. Hər biri öz sahəsində müəyyən uğurlar qazanmış və müəyyən ciddi nailiyyətlər əldə etmiş insanlardır. Eləsi var ki, məsələn, çox yaxşı bir vəkildir, hüquqşünasdır, amma öz ailə daxilində boşanma problemi var, onun öhdəsindən gələ bilmir. Beyni araşdıran zaman çox maraqlı bir şeylə qarşılaşdılar. Deməli, insan beyni neyron hüceyrələrindən ibarətdir. Bu başqasının problemini asanlıqla həll edə bilən adam, məsələn, deyək ki, sizin problemdir, siz mənə danışırsınız. Bu problem mənim olmadığına görə, məndən uzaqda olduğuna görə, mənim beyin hüceyrələrim, mənim nöronlarım onu özündən uzaqda bir təhlükə olaraq gördük. Bu məndən bir əlaqəsi yoxdur, bunun məndən bir təhlükəsi yoxdur. Bu mənə nə dəxli var? Bu, məsələn, başqasının problemidir. Ondan mənə heç bir zərər olmaz. Məsələn, Nazim bəyin problemindən mənə nə? Mənim problemim deyil ki, ona görə deyir ki, asanlıqla ki, get filan şeyi elə, onu elə, bunu belə elə. Araşdırma aparan zaman buna bir ad qoymaq istədilər. Gördülər ki, bunun ən belə qədim və ən bariz nümunəsi Tövratda keçir. Həzrəti Süleymanın hekayətlərində. Çünki Həzrəti Süleyman özü də kral idi, müdrik bir insan idi. Maddi, mənəvi müxtəlif problemlərdə hamının işini həll eləyirdi, amma öz həyatında olan problemləri həll eləyə bilmirdi. Ona görə də adını qoydular Süleyman paradoksu. Bayaq bir nüansa toxundunuz. Toksik deyərdim ki, Azərbaycan ailəsi də evə gəlir, yoldaşı deyinir, uşaqlar deyinir, qaynanası deyinir, maması deyinir və bu deyingənlikdən stressə düşür. Bir psixoloq olaraq mən bilirəm ki, bizim müsahibəmizi izləyən elə insanlar olacaq. Bir onlara açar kimi nə məsləhət görərdiniz? Bu vəziyyətdə olan insanlar. Bəli, o vəziyyətdə olan insanlara nə məsləhət görərdiniz? Bilirsiniz, əslində bizim etika gərəyi biz məsləhət verənmərik. Sadəcə tövsiyə eləyə bilərik ki, problem hər nə olursa olsun, bayaq da bunu demişdim. Yaşadıkları problemi talih və qismət adlandırıb ondan barışıb oturmasınlar. Bir problem varsa, həyatında bir huzursuzluq və məmnuniyyətsizlik hiss edirsinizsə, deməli, nə isə dəyişməlisiniz. Dəyişilməli olan şeyin fərqinə varıb, onu dəyişmək üçün hərəkətə keçmək. Onda qəlbə deyək, uzun sözün qısası, yeniliklərdə itirir insan. Yeniliklərdə itirir və yeniliklərdə balansı itirir əslində. İnsanın ən böyük problemi balanssızlığıdır. İnsanın problemi yenilik deyil. İnsanın problemi texnologiya deyil, insanın problemi sosial media deyil, insanın problemi yediyi, içdiyi şeylər deyil. İnsanın bir dənə problemi var, balansı itirmək.
Bu xəstə də, sağlam da, xoşbəxt də, bədbəxt də, bunların hamısının bir dənə problemi var. Balansı itirirlər. Uşaq yaşında valideynlərinin tez-tez mübahisələrini görür. Daha sonra bir müddətdən sonra valideynlər ayrılır və bu hadisədə ən çox deyilənə görə travmanı uşaqlar görürlər. Baxın bu travma alan uşaq yetkinlik yaşında ona nə qədər təsir edir? Unudurmu tam? Belə deyək, zehin bir şeyi unutmur. Ümumiyyətlə unutmaq bir xəstəlikdir. Bəzən çox vaxt deyirlər ki, mən beynimi sıfırlamaq istəyirəm, yaşadığımı unutmaq istəyirəm. Əslində o adamın ehtiyacı olan şey unutmaq deyil. Zehninin ona yaşatdığı problemdən qurtulmaq istəyir. Bunun üçün unutmağa gərək yoxdur ki, unutmaz. Bir seans, bir terapiya nəticəsində də insan əslində nəyisə unutmur. İnsan sadəcə olaraq əvvəl ona acı verən bir şeyə baxanda o acı duyğusunu yaşamır. Olan dəyişiklik budur. Bu uşaqlıqda olan şeylər necə təsir göstərir? Məsələn, mənim bir o qədər müxtəlif nümunələrini çəkə bilərəm. Bir pasiyentimiz var idi. Bu xanım davamlı indi xəstələnirdi həyatında. Həkimə gedir, müalicə olunur, görür ki, heç bir fiziki, heç bir bioloji bir problem yoxdur, tibbi bir problem yoxdur. Problemin həlli harda ola bilər? Zehində ola bilər. Söhbət əsnasında məlum oldu ki, bu şəxs, bu xanım uşaq vaxtı anası ilə atası evdə çox dalaşardı. Bu da çox istəyərdi ki, onun valideynləri xoşbəxt olsun, dalaşmasın, ailədə huzur olsun. Ailədə bir problem olanda, deməli, nə baş verir? Bunlar dalaşırlar və həmişə də bu nə vaxt ailələrində problem olursa, bu da uşaq vaxt çox tez-tez xəstələnən adam idi. Nə vaxt ki, xəstələnirdi, anası, atası dalaşmağı qoyurdu bir kənara, bütün diqqətlərini yönəldirdi uşağa. Çünki onlar üçün o zaman prioritet öz dalaşmaları deyil, uşağın səhhəti idi. Bu davamlı olurdu uşaqlıqda. Nəticədə bu insanın zehni belə bir inanc formalaşdırmışdı. Ailədə bir problem varsa, bu nə zaman dayanır? Xəstələnən zaman. Mən xəstə olanda dayanır. Üstündən 30 il vaxt keçmişdi. Ailələrində yoldaşı ilə müəyyən problemlər var idi. Problem deyə dalaşmırdılar. Sadəcə müəyyən yola getməzliklər var idi, yoldaşının işində problem var idi və s. Bunun nəticəsi olaraq zehin bu vəziyyətdən onu çıxarda bilməsi üçün ən alternativ bildiyi vasitəsi onu istifadə edəcək. Xəstələndirəcək onu. Çünki beyin üçün bu hadisə ilə o hadisə eyni şeydir. Ailə problemi varsa xəstələnəndə huzur olur. İndi ailə problemi var, huzur istəyirsənsə xəstələn. Zehin onu xəstələndirirdi. Bunun kimi onlarla nümunəsi var. Elə də belə də söhbəti fırladan da uzun sözün qısası hər işin başında inanc durur. Bəli. 95-99% arası hər işin başında inanclarımız dayanır. Şuuraltı inancların pul, münasibətlər və uğur haqqında nə qədər təsir edir? Ümumiyyətlə bir dəfəlik bilin ki, şuuraltı inanclar həyatımızın 95%-nə təsir edir. Sizcə insanlar həqiqətən dəyişə bilər, yoxsa sadəcə davranışlarını dəyişir? Davranış insanın kimliyini formalaşdıran şeydir. Yəni biz davranışlarımızın cəmiyik. Davranış nədir? Oturub dərs oxumaq davranışdır. Təbii. Oturub çəkiliş eləmək bir davranışdır. Bu söhbət eləmək bir davranışdır. Bir insan ən çox hansı davranışı eləyirsə, onun vərdişinə çevrilir. Vərdiş də o insanın həyatının dəstxətini, yəni həyatının taleyini yazır. Mahatma Gandhi'nin bir sözü var, deyir ki, inanclarınızı pozitiv saxlayın. Çünki inanclarınız düşüncələrinizə dönüşər. Düşüncələriniz sözlərinizə dönüşər. Sözləriniz duyğularınıza dönüşər. Duyğularınız davranışlarınıza dönüşər. Davranışlarınız dəyərlərinizə dönüşər. Dəyərləriniz taleyinizə dönüşər. Belə suallarımız bura qədər idi. Bu qədər idi. Daha doğrusu əlavə demək istədiyiniz nələrsə varsa buyurun. Əlavə bir onu deyə bilərəm ki, bu verilişin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm və biz sizin də bu üzüyaza doğru gedirik. Bahar fəsli gəlir qarşıdan. Eyni zamanda müqəddəs Ramazan ayı da gəlir. Gözəl günlər gözləyir bizi. Qoy elə bizim həm zehnimiz, həm ruhumuz
həm bədənimiz hər tərəfli şəkildə təmizlənsin. Yeni günə yeni zehinlə başlayaq ki, həyatımız dəyişə bilsin. Əməyi keçən hər kəsə təşəkkür etmək və işlərinizdə uğurlar arzulamaq mənə düşər. Çox sağ olun. Siz sağ olun.